Salam müəllimlər, bugün sizlə 5-ci sinif dərslikdə olan məlumatları bölüşəcəm. Birinci mövzu dekorativ tətbiqi sənət və zamandır. Bilirik ki, dekorativ tətbiqi sənət təsvirci sənətin ən qədim növlərindən biridir. Dekor, latın dilindən tərcümədə bəzədilmiş bəzəkli mənasını bildirir. Və burada da dekorativ tətbiqi sənətə aid olan müxtəlif nümunələri görürük. Tikmə nümunəsi görürük, daha sonra xalça görürük, miskərlik nümunələri görürük, daha sonra gildən olan nümunələri görürük və daşdan olan, belə deyim də, heykəllər görürük və s. Bütün bunlar dekorativ tətbiqi sənətə aid olan nümunələrdir. Bəs yaxşı, gəlin görək, dekorativ tətbiqin əsası nə zaman qoyuldu? Bilirik ki, insanlar qədimdə özlərinə müxtəlif əşyalar düzəldirdilər, əmək alətləri düzəldirdilər, məişət əşyaları düzəldirdilər və bu zamanda müxtəlif materiallardan, gildən, ağacdan, daşdan istifadə edirdilər və bunların üzərlərində bəzəyirdilər. Və bu bəzəklərin, belə deyim də, bəzəklərlə dekorativ tətbiqi sənətin əsası qoyulmuş oldu. Gəlin görək, bəs bu bəzəklər necə olurdu, nə formada olurdu? Bütün bu bəzəklər təbiət motivləri idi. Yəni qabların, məişət əşyalarının, eyni zamanda onların əmək alətlərinin hər birinin üzəri təbiət motivləri ilə bəzədilirdi. Bunlar isə, bu motivlər isə ümumiləşdirilmiş formada idi. Yəni stilizə olunmuş formada idi. Məsələn, burada bitki görürük, qanqal. Bu bunun belə deyim də təbiətdə olan real formasıdır. Bu isə onun ümumiləşdirilmiş, stilizə olunmuş formasıdır. Daha sonra burada şanapipik quşu görürük. Bu şanapipik quşunun özü realda olan görünüşü, bu isə onun ümumiləşdirilmiş, yəni stilizə olunmuş formasıdır. Ümumiləşdirilmə, stilizə olunma, yəni şərti olaraq belə deyim də onun formasını dəyişmək, yaradıcılıq məqsədi ilə dəyişmək. Bu ümumiləşdirmə, stilizə olunmaq deməkdir. Burada da dəvə görürük və bütün bunlar, yəni bütün bu ümumiləşdirmə dekorativ tətbiqi sənətin bədii dili hesab olunur. Daha sonra Azərbaycan dekorativ tətbiqi sənətdə, belə deyim də, qədim tarixə malikdir. Məsələn, buna misal olaraq xalçaçılığı misal göstərə bilərik, miskərliyi misal göstərə bilərik, zərgərliyi göstərə bilərik, tikmələri göstərə bilərik. Ağacdan, daşdan yonulmuş, belə deyim də, hazırlanmış heykəlləri misal göstərə bilərik, məişət əşyalarını misal göstərə bilərik və s. Bütün bunlar da göstərir ki, Azərbaycan dekorativ tətbiqi sənətdə tarixə, yəni qədim tarixə malikdir. Burada isə müxtəlif simvollar görürük. Hansı ki, o simvolları ulu əcdadlarımız, belə deyim də, şərti işarələrlə ifadə edirdilər. Dünyanın sirli, müəmmalı görünən hallarını və özləri üçün, belə deyim də, bunları simvollara çevirmişlər. Məsələn, bu günəşin simvolu idi və günəşin simvolu çevrə daxilində çarpaz xətlər, gül çiçək formasında olan xətlər və belə deyim, mərkəzdən ətrafa şüa saçarmış kimi təsvir olunur. Yəni bu cür təəssürat bağışlar. Daha sonra gəlir çevrəsiz olan romb və belə deyim də çarpaz xətlər. Bunlar da bərəkətin simvoludur və onlar bərəkəti yəni çevrələmirdilər. Fikir verirsiniz, günəşdə çevrə var, ancaq bərəkətdə yoxdur. Daha sonra gəlir torpaq. Torpaqda da deməli üfüqi xətlər var və kiçik yumru dairəciklər var. Bunlar da üfüqi formadadır və burada məsəl üçün çevrə daxilində olan xətləri görürük. Ancaq bunu günəşdən fərqləndirmək asanlıqla olur. Çünki dedik ki, günəşdə mərkəz var, ancaq torpaqda mərkəz yoxdur. Daha sonra gəlir dalğalı, sınıq xətlər. Bunlar da suyun simvolu idi. Yəni suyu bu cürə simvolizə edirdilər. Sonra gəlir həyat ağacı. Həyat ağacı xoşbəxtlik arzulayan, həmişə yaşar, çiçəklənən, belə deyim də, təbiət simvolu idi və həyat ağacında da adətən iri güllər, iri yarpaqlar, meyvələr olardı, təsvirlər göstərilərdi. Burada isə güllərin təsvirini görürük, daha sonra bərəkətin simvolunu görürük, suyun simvolunu görürük, torpağın simvolunu görürük və s. Sonra gəlir qədim xalqda, yəni qədim xalqın ən sevimli obrazları at idi, dəvə idi, bir də keçi idi ki, xalqlar bu obrazları çox sevirdilər və bir də quşlar var idi ki, onlar da istiliyi simvolizə edirdi. Nəyə görə? Çünki inanırdılar ki, insanlar quşların cingiltili səsi qışın soyuğunu qovur və yazın baharı, yəni istiliyi səsləyir və buna görə də deyirlər ki, quşlar istiliyi simvolizə edir. Ümumiyyətlə
bütün bu obrazlar isə qoruyucu və bərəkət rəmzləri hesab olunurdu və burada da quşun, dəvənin və ceyranın ümumiləşdirilmiş forması göstərilmişdir. Daha sonra qədim insan, belə deyim də, rəngləri də simvolik mənaya, yəni çevirirdilər. Onlar üçün də rənglər müxtəlif simvollar ifadə edirdi. Məsələn, həyatı simvolizə edirdi qırmızı və ağ rəng. Saf, daha doğrusu qırmızı və sarı rəng həyatı simvolizə edirdi. Ağ rəng isə paklığı, saflığı simvolizə edirdi. Burada da yenə dekorativ tətbiqi sənətə aid olan bir neçə nümunə göstərilir. Birinci sinəbənddir. Daha sonra taxça pərdəsidir, hansı ki, divarda olan mebeli əvəz edən oyuqlar idi. Həmin oyuqlarda bu, belə deyim də, qapını bir növ əvəz edirdi. Daha sonra saxsı külçə basan var, fətr üzərinə naxışlamaq üçün qəlibdir. Bu isə müdafiə məqsədi daşıyan polad qalxandır. Bu isə mücrüdür, hansı ki, zinət əşyalarının saxlanıldığı qab. Sonra gəlir Azərbaycan daxmasının daxili dünyası. Gəlin görək daxmada nələr var idi. Mebelləri əvəz edən oyuqlar var idi. Məsələn, cama xatan, yorğan döşək qoyulmaq üçün idi. Daha sonra taxça və rəflər var idi. Burada da küpələr, qab-qacaq, bir də nehrə saxlanılırdı. Daha sonra burada əlçiməkdən görürük, yun əyrən. Daha sonra tağlı pəncərə var. Tağlı pəncərədə qarşısında kresten lampası qoyulardı və şamdan qoyulardı. Şamdan lampa eyni zamanda bu cür, yəni taxçalı rəfdə adelni də qoyulurdu, ayrıca da qoyulurdu. Daha sonra hana görürük, mücrü görürük, sandıq, beşik, kündə taxtası və sürə, bir də çörək boğçası görürük ki, bunların hər birinin də daxmada özünün yeri olardı. Sandıq nə idi? Sandıq da, belə deyim də, ailənin sirrini qoruyardı. Bütün, belə deyim də, bahalı əşyalar, zinət əşyaları, sonra bayram libasları sandıqda saxlanılırdı və sandıq da daxmada yuxarı baş hissəyə qoyulurdu. Bu cür üzərində, belə deyim də, oturmaq üçün də istifadə olunurdu. Mütəkkə görürük üzərində. Daha sonra camaxatan dedik ki, yorğan döşək qoyulmaq üçün idi. Sonra tağlı pəncərəni görürük. Burada isə taxçalı rəfləri görürük. Bir də ləmə var. Ləmə də divar boyu uzanan oyuq idi ki, burada bir növ, belə deyim də, o qablar saxlanılırdı ki, qonaq gələndə istifadə olunan qablar saxlanılırdı. Sini, sərxoş burada saxlanılardı və burada sərnic görürük. O da burada saxlanılardı. Və belə deyim də, interyerin bəzəyi, yəni daxmanın daxili bəzəyi, içərinin bəzəyi hesab olunardı. Baxın, bu üçbucaq formasında olan pərdə başlar, yəni daxmaya xüsusi gözəllik verərdi. Bu da ləmə boyunca uzanardı. Daha sonra çörək boğçası bərəkətin simvolu sayılırdı və o göydən asılardı. Və kündə taxtası görürük ki, bu həm süfrə kimi istifadə olunurdu, həm də kündəni yaymaq üçün istifadə olunurdu. Yuxarı başda deməli xalça asılardı divardan, üzərinə isə ev yiyəsinin silahları qoyulardı, asılardı. Sonra mütəkkələr, döşəkçələr məhz buraya döşənərdi və burada da belə deyim də ev sahibi böyük burada əyləşərdi. Daha sonra belə deyim də, burada yəni daxmada ən çox yeri hana tuturdu. Hana da toxuculuq dəzgahıdır. Daha sonra gəlir burada Abbas Hüseynlinin Azərbaycan ailəsi adlı bir rəsm əsərini görürük. Bu rəsmdə belə deyim də bir ailənin süfrə başına toplanmış formada təsvir olunubdur və məşəşlarına aid olan bir rəsm əsəridir. Sonra gəlir xalq məişət əşyaları, forma və dekor. Dedik ki, məişət əşyaları müxtəlif materiallardan hazırlanırdı və onların üzərləri də müxtəlif motivlərlə bəzədilirdi. Burada iki nümunə göstərilibdi. Bu iki nümunədə biri kasadır, biri isə güvəcdir. Hər ikisi gildən hazırlanır, lakin fərqli cəhətləri ondadır ki, kasa rənglidir və üzərindəki simvollar, naxışlar simmetrikdir. Lakin güvəc bir rənglidir. Onun üzərindəki naxışlarda isə simmetriya yoxdur və güvəc darboğazlı bir qabdır. Şir isə dulusuluk məmulatının üzərinə çəkilən şəffaf qoruyucu məhluldur. Belə deyim də, onu parlaq göstərirdi, qoruyurdu. Yəni belə deyim də, asanlıqla qırılmırdı şirlənən yəni əşya. Daha sonra burada da yenə dekorativ tətbiqi sənətə aid olan nümunələr görürük. Birinci şərbət qaşığı görürük. Daha sonra məcməyi görürük. Bu da məcməyinin belə deyim də yaxından olan o bəzəklərinin formasının təsviridir. Daha sonra bardaq,
Bir də görürük sərnic. Yəni bunların da hər bir dekorativ tətbiqi sənətə aid olan nümunələrdə və üzərində müxtəlif motivlərlə bəzədilib. Və burada gildən olan qabları görürük. Birinci şamdan, daha sonra su qabı və dolça. Burada isə dolça göstərilibdir. Həmin o dolçanın üzərində tovuz quşu təsviri görürük və tovuz quşu təsviri belə deyim də qabın forması ilə tovuz quşunun təsviri birlikdə vəhdət yaradır, yəni uyğunluq yaradır və bu qab bu dolça bürüncdəndir və üzərindəki tovuz quşu da belə deyim də bərəkətin sayı keşikçisi hesab olunur. Burada isə sərpoş görürük. Daha sonra kuzə, bir də səhəng. Bunların hər biri məişət əşyasıdır. Üzərində müxtəlif simvollarla bəzədilibdir. Daha sonra gəlir xalça naxışları. Xalça naxışları, yəni necə ki, qabları dedik ki, üzəri müxtəlif təbiət motivləri ilə bəzədilirdi və ümumiləşdirilmiş, stilizə olunmuş formada. Xalça naxışları da eyni qaydada. Yəni xalça da dekorativ tətbiq sənəti növlərindən biridir və onun üzərindəki bəzəklər də təbiət motivləridir. Bunlar da necə təsvir olunur? Yəni ümumiləşdirilmiş, stilizə olunmuş formada. Birinci görürük ulduz, daha sonra dilikli, çəngəl, damğa, buta, sonra kilim gülü, bu bitki, daha sonra bu divin simvolize olunmuş formasıdır. Bu isə əjdahanın və burada da Hind toyuğu var, xoruz var, fərə, ördək, tovuz quşu, şana pipik quşu, sonra dəvə, ceyran, it. Bütün bunlar təbiət motivləridir və hər biri də şərti, yəni işarələrlə ifadə olunub, yəni stilizə olunmuş formada. Yəni bunlar yaraşıq məqsədi ilə belə deyim də formaları dəyişdirilir. Birinci elementlər, əsas elementlər saxlanılır. İkinci, üçüncü elementlər isə ixtisar olunur. Yəni belə deyim də xalçaları, sonra qabları bəzəyən bütün bu motivlər stilizə olunmuş formada bəzədilir. Daha sonra gəlir burada, gəlin görək, belə deyim də, xalçanın üzərindəki bəzəklərə ornament nədir, naxış nədir, haşiyə nədir? Deməli, bildik ki, naxış bir elementdir. Onun təkrarlanması ornament yaradır. Ornamentin ardıcıl düzülüşü isə ritm adlanır. Haşiyə də bu kənarda olan zolaqlardır. Onun da üzəri müxtəlif motivlərlə bəzədilir. Baxın, haşiyəyə burada, belə deyək də, oxlarla işarə edərək göstərilir. Baxın, bu tək element, yəni tək naxış, daha sonra onun formalanması, düzülüşü, təkrarlanması ornamenti yaradır. Ornamentin növbələnməsi, ardıcıllığı isə ritm adlanır. Motiv nədir? Motiv də belə deyək də ornamental sujet elementidir və ornamentdə naxışın ardıcıl düzülüşüdür. Sonra gəlir Azərbaycan tikmələrində kompozisiya və burada belə deyim də müxtəlif tikmələrdən nümunələr göstərilib. Məsələn, muncuq tikmə, təkəlduz, pilək tikmə, güləbətin. Birinci gəlir güləbətin. Güləbətin gül, sifət, bəniz, sima sözünü, yəni mənasını bildirir və güləbətin bir rəngli parça üzərində adətən bənövşəyi, yaşıl, bir də tünd qırmızı parçalar üzərində qızıl və gümüş saplar tikilərdi. Üzərində isə günəş simvolu görürük. Daha sonra dalğavari, çarpaz, sınıq xətlərlə kompozisiyaları bəzədilərdi və fikir verir isə güləbətindəki kompozisiya açıq kompozisiyadır. Yəni təkrarlana gedir. Ona görə deyirik ki, güləbətin açıq kompozisiyaya malik olan bir tikmədir. Və araqçından nümunə göstərilib. Daha sonra gəlir təkəlduz. Təkəlduz da şəkil sənətkarlığına məxsus olan bir tikmədir. Təkəlduz da adətən göy rəngli parça, qara rəngli parça və tünd qırmızı parça üzərində rəngarəng ipək saplarla tikilərdi və təkəlduz da tək əl düzmək sözlərindən götürülübdür və təkəlduz da qapalı kompozisiyaya məxsusdur. Görürsünüz, bir naxış elementi, daha sonra başqa bir naxış elementi. Yəni bu da onun qapalı kompozisiyasından bir sxemdir. Və dekorativ kompozisiyanın əsas ifadə vasitələri isə forma, rəng, xətt və ton çalarlarının ritmidir.
Burada isə balış üzü göstərilib ki, yəni bu da təkəlluza aid olan bir, belə deyim də, nümunədir. Daha sonra gəlir muncuq tikmə. Muncuq tikmədə də buruqlu saplardan, yəni qaytanlardan istifadə olunurdu. Eyni zamanda piləkdən, mirvaridən, toz muncuqdan istifadə olunurdu. Onlar da belə deyim də, rəngarəng belə deyim də, muncuqlarla, piləklərlə, toz muncuqlarla sayrışan ulduzları xatırladırdı və burada da tənbəki tütün hissəsindən nümunə göstərilib ki, muncuq tikmədə həm açıq, həm qapalı kompozisiya görürük. Baxın, bu açıq kompozisiya, bu isə tək naxış elementi, qapalı kompozisiya. Sonra gəlir pilək tikmə. Pilək tikmədə necə olurdu? Parça üzərində çəkilmiş rəsm, metal lövhəcikləri, yəni o piləklər həmin o naxışları təkrarlayırdı və belə deyim də, müxtəlif rənglərlə, saplarla heyvan təsvirləri, sonra əfsanəvi məxluq olan əjdahanı təsvir edirdilər. Eyni zamanda quş təsvirləri öz əksini, yəni tapırdı pilək tikmədə. Və burada da həm açıq, həm də qapalı kompozisiyaya məxsus olan bir tikmədir.